İnanın, çətinliksiz həyat sıxıcı olar, üzücü olar. Düzdür, biz problemlərdən qaçırıq, amma həyatı problemləri ilə sevməyi bacarmalıyıq. Quranda qeyd olunur, لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِي كَبَدْ. Biz insanı sıxıntıda yaratdıq, çətinlikdə yaratdıq. Və bu insanı əziyyətə salmaq üçün deyil. Allah bizi əziyyətə salmaq üçün yaratmayıb. Biz əbədi xoşbəxtlik üçün yaranmışıq, əbədiyyət üçün yaranmışıq. Və qısa ömür müddətində biz o əbədiyyətə səfər hazırlığı görməliyik. Yəni, biz ruhən böyüməliyik ki, uca bir aləmə köçə bilək. Bizim ruhumuzla Allah arasında bir mütənasiblik yaranmalıdır ki, biz Allahla görüşəcəyik axı. Bir söz deyim, bu çox mühüm sözdür bu. Çox vacib sözdür. Həyatı insan düz tanısa görər ki, hər şey həmişə öz yerindədir. Hər şey həmişə. Allah haqqı, hər şey həmişə bu həyatda öz yerindədir. Hədis var, ağıllı adam təəccüb eləməz.